Ey Yaşar, ey Quldur, ey Alçaq, ey Qaloş. Sənə zəng edim, zəngimi söndürdün, arvat kimi qaçdığını bilməyəsən, neyniyəsən? Yeni yetişmə ərgənliyə həddi qulluğunu dünən atıb, bugün çatmış, yeni yetmə balacı qız uşaqları kimi durub mesajlar atırsın, hə? Sənin saqqalının ağ olmağı, sənin ağ saqqal olmağını dəlalət etməz. Sən deyildirmi, illərdir İxvan cəmiyyətinin pullarını hiylə ilə mənimsəyən? Sən deyildirmi, Qarabağ qaçqınlarının pullarını uğurlayıb da, onun özlərinə bilə tikən şərəfsiz köpək sən deyilsən, ha Yaşar Qurbanov? Sən deyildirmi, illərdir birlikdə işlədiyin rəşatı, fitnə böhtanlarla ölkədən didərgin edən, ay vətən xaini, ay vətən xaini. Şeyx Veysel Orucov gəlmişdi Azərbaycana, sözlərində düz idinsə, niyə gedib onun özü ilə danışmadın? Arvat kimi sustun, oturdun bir yerdə gözledin ki, Veysel Orucov gəlsin Gürcüstana, arvat kimi durub onun arkasından videolar çəksən, hə, kişilikdən beyxəbər. Allah Azza və Cəllə, qardaşlar, vallahi hamımız üçün deyirəm, ha, qardaşlar. Allah Azza və Cəlləyə dua edin ki, düşmənin mərdini nəsib eyləsin. Çünki bu Qaloş Yaşar düşməndir, amma namərd düşməndir, qeyrətli düşmən deyildir. İndi, mənə deyinəm, sənin vətən xaini olduğunu mən sənə belə sübut edirəm. Baxın, dinləyin. Bakı Şəhidlər Xiyabanına gələn və oradakı Azərbaycanın qeyrətli oğullarını, şəhidlərini, rəhmət oxuyan birini, pisləyən bir insan, mən Azərbaycanlıyam deyə bilərmi? Ancaq vətən xaini və yaxud ermənidir. Şeyx Veysel Orucovun anasını da tanıyırıq, atasını da tanıyırıq, özünü tanıyırıq. İllərdir yanımızdadır, başımızın üzərindədir. Gürcüstan müsəlmanlarının ən baş imamıdır. Allah ona dünya və axirətdə bərəkət versin. Gürcüstanın başından tutmuş ayağına kimi ona hər yerdə hörmət və izzət var. Ay qısqanc, kişi qısqanc olmaz, ha, kişi qısqanmaz. Allah Azza və Cəllənin Şeyx Veysel Orucova verdiyi fəzilətin və dəyərin %1%-ni belə sənə verməyib deyə yanıb alışırsan, bilmirsən, neyniyəsən. İndi məni də yaxşı dinlə. Bugündən sənə ad qoyuram Yaşar Qurbanov. Sən bugündən varsan Qaloş Yaşar. Deyim hansı Qaloşdan? Xətrinə dəyməsin deyib, güllüsündən. Bunu mənim nənəm bostanda işləyəndə ayağına geyinir. Biletini biz alırıq. Əgər düzsənsə, əgər kişi kimi adamsansa, çıx gəl, sözü Veysel Orucovun üzünə deginən. Arvat kimi orada kənarda durub videolar çəkib də, ona buna böhtan atıb da cəmaatı, milləti dağıtma ginən. Hansı bir məsciddə xutbə verirsən, hansı bir cəmiyyətin içində sən sevilirsən, ancaq radionun ortasında qalmışsan. Uca Allah Azza və Cəllə səni məscidlərdən və muvahidlərin içindən alıbdır. Çünki sən kəzzab, fitnəxoş, şərəfsiz alçağın birisən, ha. Hər dövrün bir Yezidi olduğu kimi, hər dövrün bir Hüseyni də vardır. Sən isə bu dövrün Yezidi, Şeyx Veysel Orucov isə bu dövrün Hüseynidir, elhamdülillah. Get indi bura at ginən, həyatını yaşa ginən.